Sumqayıtda fəaliyyət göstərən Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha 2 əməkdaşının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İstintaqla müəyyən edilib ki, Ceyhun Salmanov, Elşad Məhərrəmov, Natiq Əliyev və digər şəxslər müxtəlif vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və ya aldatmaqla Corat qəsəbəsində yerləşən müəssisəyə gətirərək qanunsuz olaraq saxlayıblar. Həmin şəxslərin yaxınları ilə əlaqə saxlamalarına mane olunduğu, onlara fiziki və psixi əzab verildiyi, bəzilərinin sağlamlığına xəsarət yetirildiyi bildirilir. Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma, əzab vermə, adam oğurluğu və qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə ittiham irəli sürülüb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aprel ayında həbs müddəti daha 2 ay uzadılıb. Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədi ilə istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.